Salam aleykum. Demək, bu kükürt qatı nitrat turşusuna reaksiya daxil olanda azot dioksid, sulfat turşusu və su əmələ gəlir. Təbii ki, burada hidrogenin kütlə payı dediyinə görə surətdə hər ikisində deməli 2-dir. Məxrəcdə isə deməli bu 98, bu 18-dir. Vur 100. Təbii ki, deməli məxrəc hansında kiçikdirsə onun kütlə payı çoxdur. Omega 2 burada omega 1-dən böyük olduğuna görə omega 2 yəni Y suyu təmsil eləyir. Onda Y-də deməli X-də deməli sulfat turşusunu təmsil edir. İndi yazıb X-də gələ mis 2 oksid, sulfat turşusu mis 2 oksidlə gedir. Bizə getməz lazımdır. Y bəli su mis 2 oksidlə getmir. Nöqtəni qoyaq bura. X-də gəl qızıl. Burada bunların heç biri getmir. Y-də gəl mis su getmir. X-də gəl kalium karbonat, sulfat turşusu deməli karbonat turşusunu çıxarda bilir. Ona görə getmir dediyinə görə burada doğru cavab 2, 3, 4 olacaq, B bəndi olacaq. 35-ci sualı nəzərdən keçirdək. Sirkə turşusu, bu da metil. Əmələ gələcək metil asetat. Ona görə doğru cavab burada Y bəndi olacaq. 36-cı sualda H2X-də gələk. Tam neytrallaşma dediyinə görə H OH-a bərabər olmalıdır. Bu A qram. Bunun moleküləsini bilmirəm. 400 qram 20 failli. 400 vurulsun 20 bölünsün 100. Bu 80 qram eləyir. Burada yazıram 40 vurulsun 2. Və tapıram ki M buradan deməli A-ya bərabər. Çünki 80-dən ixtisar gedəcəkdir. 38-ci sualda kalsium karbonat parçalanır. Kalsium oksidi və karbon dioksid tam parçalanma deyir. Hamısı parçalanacaqdır. Bu zaman 4 mol karbon dioksid alınacaq. Natrium hidroksid. İşte gəl karbon dioksid 400 qram 40 failli 400 vur 40 bölü 100 bu 160 qram eləyir. Aşağısına 40 yazıram. Bu da 4 mol, bu da 1. 160'ı 40'a böləndə 4. 4'ü 1'ə böləndə 4. Yəni bunlar eyni mol miqdarındadır. Biz bilirik ki 2 bölü 1 nisbətində əmələ gəlir natrium karbonat və su. Amma 1 bölü 1 nisbətində bu birləşmə reaksiyası natrium hidrokarbonat. Burada da eyni mol nisbətində olduğuna görə burada natrium hidrokarbonat əmələ gələcək və bu da deməli 84'dür. Burada M yazaq və 4'ü 84'ə vuranda 336 qram natrium hidrokarbonat alınacaq. Doğru cavab A bəndi olacaq. Bu sualda deməli xlorun həyəcanlanmış halına uyğun elektron formulu. Burada görürsünüz ki, deməli 7 tək elektron var. Ona görə bu müsbət 7-ni göstərəcək. Bu birisində isə deməli 3s2, 3p4, 3d1. Burada deməli artıq yazsaq 3s2 eyni zamanda 3p4 və 3d1. Görürsünüz ki, burada 3 tək elektron var. Bu müsbət 3 olacaqdır. 3s2, 3p3, 3d2, 5d. Bu da müsbət 5 olacaq. Yəni 5 dənə tək elektron müsbət 5 olacaqdır. Ona görə də burada doğru cavab 7, 3, müsbət 5, yəni A bəndi olacaqdır. 45-ci sualda gümüş HNO3 qatı ilə reaksiya zamanı əmələ gəlir gümüş 1 nitrat, azot dioksid və su. Təbii ki, burada deməli həmin bu qaz deməli oksigen və su ilə reaksiya daxil olub nitrat turşusu əmələ gətirir. Bunu əmsallaşdırırıq. 12,6 4 vurulsun 63 nü, bu da 4. 4'lər getdikcə ara 12,6-ını 63'ə böləndə 0,2 eləyəcək. Doğru cavab deməli bu sualda C bəndidir. Yəni NO2, yəni qaz olaraq NO2-dir. Azot dioksid və 0,2 olacaq. 46-cı sualda deməli metan yandırılır. CO2 alınır. Bunu birbaşa belə yazıram. C3H4'dən də deməli CO2. Bura 3 yazacağım. Eyni mol dediyinə görə X mol, X mol. Onda bunların əmsallarını da X-ə vuracağım. Birincidən alınan CO2 44x, ikincidən 3x vurulsun 44 bərabərdir. 440 X buradan 2,5'ə bərabərdir. Metan deməli 2,5 vurulsun 16 eləyir 40. C3H4 də deməli 2,5 vurulsun 40, bu da eləyir 100 və bunların cəmi 140 eləyəcəkdir və 46-da C bəndi olacaqdır. Bu sualda deməli biz gümüşü nəzərə almayacağıq, çünki o mis 2 sulfatdan misi çıxarda bilmir.
Mis 2 sulfat üstə gəlinsin. Dəmir 2 sulfat üstə gəl. Mis. Sonra mis 2 sulfat üstə gələk. Çink sulfat üstə gələk. Mis. 200 vurulsun 16 bölünsün 100. Bu eləyir 32 qram. 32 qram, 160 qram, m qram, 64 qram. Buradan deməli 32-ni vururam 64-ə bölürəm 160-a. Eləyir 12,8. Burada da eyni qaydadan 32, 160, m, 64, 12,8 və bunların cəmi 25,6 eləyir. 50-ci sualda alken karbon N, H2N'dir. Biz burada deməli hidrogeni şərtdə N olduğunu geçtiklə götür. 2 eşitlik bərabərdir 2n-2, n eşitlik bərabərdir n-1. Hər tərəfi deməli 2-yə bölürük və karbonun sayı, çünki biz burada bunun karbonu n eşitlik götürdük, n-1 olacaq. Doğru cavab burada deməli Y bəndi olacaq. Hansı reaksiyadan deməli spirt alınır? Burada təbii ki söhbət etilenin sona reaksiyasından etanol alınacaqdır. 52-ci suala baxaq. 52-ci sualda deməli mis sıfırdan gəlir müsbət 2-yə 2 elektron, azot müsbət 5-dən gəlir, azot müsbət 2-yə 3 elektron yerini dəyişirəm. 3-ü yazıram mislərin qabağına, 2-ni yazıram sağda dəyişən azotun qabağına. Azot sağda 8 oldu, bura 8 yazıram, hidrogen də qabağına 4, üstünün qabağına 4 yazıram. 1 mol reduksiya olanda neçə qram su alınır? Reduksiya olub nə demək? Solda 8 dənə azot var, onun 6 dənəsi duzun içindədir. İkisi isə oksidaşma dərəcəsinin azalmasından, yəni reduksiya olubdur. Və sudakı 4,8 72 qram, bu da 36 qram eləyəcək. 47-ci sualda etil ciklobutan, bu ciklobutandır. Bu da deməli etildir. Və metil ciklobutan, bu da ciklobutandır, bu da metildir. Bir ədəd birli karbon var və birli karbon budur. İkisinə də bir ədəd birli karbon var, ona görə də 1, 2, 3 yazanda biz ümumən ikisinə də aid olduğuna görə biz A bəndini yazacağıq bura. Sonra deyir 15 sigma var. Cikloalkanoda sigma 3N'dir və karbon sayını vuracaq təbii ki bura. 5 dənə olmalı karbon sayı ki bu 15 eləsin. Ona görə də bu metil ciklobutana aiddir. 15 sigmanı biz yazacağıq deməli bura. B. Ondan sonra karbon atomlarının 60% ikilidir. Burada 6 dənə karbon var, amma ikili karbon budur. Bax, 2 dənə xətt çıxıbdır və bunlar uyğun gəlmir. Ancaq burada 5 dənə karbon var, ikili karbon bunlardır və 3də 5-in 60%-ni təşkil edəcəkdir. Ona görə də biz C bəndində bura aid edəcəyik. Bir ədəd üçlü karbonu var. Baxın, üçlü karbon budur. İkisinə də bir ədəddir. Ona görə də biz D bəndini yazacağıq bura və 24 hibrid orbital var. Hibrid 4N'dir. Gərək bunu 6-ya vurasan. 6 dənə karbon da etil ciklobutandadır. Y bəndini də bura yazacağıq. 48-ci sualda X yazıram, Y yazıram, Z yazıram. Başlanğıc, sərf və tarazlıq. Bunun başlanğıcı 8, bu 6. Bu sağda durduğuna görə başlanğıcı və sərfi yoxdur. Və bunların reaksiyonu özümüz belə yazaq. Bunların qarşısından naməlum bir işarə yazıb əmsal kimi əmsallarına vururam. Bu zaman bu solda duran əmsala qədər sərf olunur. 8 minus n. Bu da əmsala qədər 6 minus n. Bu da əmsala qədər alınır. Deməli, ümumən bunların cəmi 14 olacaq. Deməli, 14 minus n bərabərdir. Sonda 10 mola. N də buradan bərabər 4-də. Onda 8-dən 4 çıxanda bu 4 eləyir. 6-dan 4 çıxanda 2, bu da 4 eləyir. Və tararlıq sabiti bərabərdir. Qabın həcmi də 1 olduğuna görə elə bunlar qatlıq hesab olunacaq 1-ə böləndə. 4 bölünsün, 4 vurulsun 2. Bu da 0,5 edəcək. 54-cü sualda C4H9NH C3H7 molekulunda 5 ədəd metil qrupu var. Biz belə yazacağıq. Bunu deməli üçlü butil yazaq. 3 dənə metil buradadır. Və 4 dənə karbondur və 3 dənə metil və sonra NH. Bir də bunda izopropil yazaq. Və burada yazıb ki, adı izopropil üçlü butil amindir. Bəli, izopropil sağdadır, üçlü butil soldadır. Bu doğrudur. Molekulunda bir ədəd 4'lü karbon var. 4'lü karbon 4 dənə karbonla birləşən karbondur. Burada elə bir karbon yoxdur. Molekulunda bir ədəd ikili karbon var və bu karbon ikili karbondur. Çünki 2 dənə karbonla birləşib, bu doğrudur. Molekulunda 2 ədəd üçlü karbon var. Üçlü karbon budur burada.
Bir dənədir və molekulunda metilin qrupu yoxdur, bəli, CH2 qrupu yoxdur. Ona görə doğru cavab burada 1-3-5 olacaq. 55-ci sualda deməli butadiyen karbon 4H6, sterol karbon 8H8 eyni mol deyil, x mol. Bu 54x üstə gəl 104x bərabərdir 316-ya və 54 ilə 104 eləyir deməli 158x bərabərdir 316-ya. 316-nı bölürəm 158-ə, x buradan 2-yə bərabərdir. 2-ni bura yazıram, sterolu soruşur bizdən. 2-ni vururam 104-ə. Bu da eləyəcək deməli 208. 56-cı sualda etilen 1 mol hidrogenlə asetilen 2 mol hidrogenlə gedir. Bura yazaram x mol, bura yazaram y mol. Onda bura x, burada 2x düşür. Etilen asetilen x plus y bərabərdir 12. Hidrogenlər isə deməli x üstə gəl 2y 20. Alt-alta çıxanda x-lər x-a gedir. Y buradan 8-ə bərabərdir. Y də asetilenin moludur. Bizdən də onu soruşurlar, 8 olacaq.